أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين. Əziz İslam Peyğəmbərimiz buyurur ki, qiyamətin o çətin günündə Allahın hər bir bəndəsi bu 4 sualdan keçməyincə, yəni bu 4 suala cavab verməyincə heç bir addım ata bilməyəcək. Bu suallardan birincisi buna ibarətdir ki, Allah Mütəala soruşacaq ki, "An umrihi fima afnahu." Mən ki bəndəm sənə məsələn ömür vermişdim, 50 il, 60 il, ya Nuh Peyğəmbər ömrə qədər 950 il sənə ömür vermişdim. Sən bu ömrünü harda xərclədin? İkinci sual olacaq ki, "Və an şəbabihi fima bilahu." Allah Mütəala insanın cavanlığı haqqında soru-sual edəcək ki, sən cavanlığını hansı işlərdə köhnəltdin, süsləşdirdin, keçirdin? Üçüncüsü bu olacaq ki, "Və an malihi min ayna iktasabahu və fima anfaqahu." Allah Mütəala qiyamət günündə üçüncü sual olacaq ki, insanlardan o ki mal əldə eləmişdin, var dövlət, onu hansı yolla əldə eləmişdin? Halal idi, haram idi və həmçinin harda xərclədin? Allah Mütəala bunu insanlardan soruşacaq. Dördüncü sual olacaq ki, "Və an hubbin ahlal bayt." O çox mühümdür dördüncüsü də. Buyurur ki, Allah Mütəala soru-sual edəcək ki, biz Əhl-i Beyt əleyhissalama nə dərəcədə dostluq və məhəbbət bəsləmişdik? Bu 4 dənə sual hər birimizin inşallah qarşımıza çıxacağı bir sualdır. Allah Mütəala inşallah bizə qiyamətin günündə bu 4 dənə suala cavab verənlərdən inşallah qərar versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.